Herkese salam, TV Show magazin kanalımıza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları olan Aslan və Ceyran xanıma müğənni Rəqsanə İsmailova dəstək olub. O bildirib ki, onları Rusiyaya yanına aparmaq istəyir. O, anasının Ceyran xanımdan xoşu gəldiyini bildirib və onlara dəstək çıxmaq istədiyini deyib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Sizlə videomuzu bəyənməyi unutmayın. Hissdir ki, yəni ananı heç bir şey həyatda əvəz eləyə bilməz. Təbii. Mən əvvəla onun oğluna demək istəyirəm ki, sən vaxtında elə bir addım atmalıydın ki, bugün gəlib bax bu situasiyada bu şeylə qarşılaşmamalıydın. Vaxtında ananı qədrini bilmək lazım. Bir də mən əslində onun yoldaşına da ürəyim çox ağrıyır. Çünki valideynləri ona sahib çıxmamağına görə çox pis oluram. Qadınlarım biraz bir tərəfləri deyir, qırıqdırmı, nə bilim, qadınlar zəifdirlər də. Amma qızım, mən sənə bir söz deyim, mən özümün 4 uşağım var, çox üzr istəyirəm. Mən müğənniyəm, tanınmış insanam, amma mən qaynanamın ayağını da yuram, evimə gələndə onun qulluğunda da dururam. Mən telefon belə ayıb bilirəm ki, ayıbdır da, dəqiqədə telefonun oyanda danışmır belə. Ona görə sənin özün vaxt gələcək, sən də ana olacaqsan və sən də qaynana olacaqsan. Anaların qədrini bilmək lazım. Bir də bir söz deyim, Ceyran xanım, mən sizə bir söz deyim. Mənim anam sizi çox istəyir. Vallahi mən həqiqi sözümdür. Mənim istəyərəm ki, sizi götürüm özüm saxlayım. Bax, aparım evimə, sizi saxlayım. Anamla bir yerdə nə lazımdır sizə köməklik eləyim. Əlimdən gəldiyi qədərilə. Oğlunuza da iş köməklik eləyim. Nə lazım olsa mən sizə köməklik eləməyə hazıram. Ağlama, çox da qışqırma orada. Allah sizə uzun ömrü versin. Allah zarun da dağlarını qorusun. Vəziyyəti burada yaxşı deyil Ceyranın. Biz tam ürəyə getmişdik. Biraz Ceyran xala. Yox, içitmə. Anası ilə birlikdə Rəqsanə Ceyranı bərabər saxlamaq istədiyini söylədi. Bilmirəm, qoy biraz özünə gəlsin. Valla, bax, anam da deyir ki, gəlsin. Nasıl eşidəndən sonra düzəldin deyəsən. Daha görüm burada. Ürəyim, yaxşı. Oğlunu dişə düzəltmək istəyir Aslanı. Qulaq as mənə. Bax, ona da köməklik eləyim. Gətirək Moskvada iş verək, işləsin. Ana bala ikisini də aparırsan. Allah səndən razı olsun. Apar ki lan mənim biraz qulağım pinçəsin. Can. Yaxşı, sakit. Nə lazımdır, yəni ki... Ay Allah, Ceyranı mən buraxa bilmərəm. Hara buraxam? Moskvaya gedirsən, ha Ceyran, dayan. Mən bilirəm ki, orada da Malaxova çıxacaqlar. Görəcəm ki, Ceyran anasından Malaxovdadılar. Bir balaca sakitləşdirin onu, biraz sakitləşdirin. Rəqsanə, sən istəyirdin ki, Moskvaya dəvət eləmək? Valla. Rəqsanə, sən istəyirsən Moskvaya dəvət eləmək, yoxsa... Bəli. Bax, o Ceyran xanımı yerləşdirərəm, mamamla bir yerdə qalsınlar. Mamamın da bu dəqiqə verilişdə sizə baxır, mamam da istəyir. Və lazım olsa ona köməklik eləyərik, gələr burada işləyər, pul qazanar, anasına kömək eləyər, özünə şərait qurar. Valla çox böyük təklifdir, çox gözəl təklifdir. Həqiqətən çox gözəl təklifdir. Mən düşünürəm ki, inanılmaz...